Zəfər Cabbarlı Nəriman Nərimanov küçəsinin kəsişməsində sahibkar kimi burada arendaya yer götürmüşəm. Meyvə tərəvəz işi ilə məşğulum. Gəldilər ki, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun tapşırığı ilə bunun hamısını yığışdırmalısın. Mən də dəfələrlə dedim ki, əgər qanun hər kəs üçündürsə, gedək onda elə hamını yığışdırın. Mən də yığışdırmasam, nə istəsəz eləyərsiniz. Yəni əvvəla gedin o birisiləri yığışdırın, sonra da gəlin mənim məhsulumu yığışdırın. Hardasa 3200, 3300 manat elədilər. Ondan sonra da dəfələrlə Sumqayıt şəhər icra hakimiyyətinə başçısı ilə görüşmək istəmişəm. Problemlərimi danışmaq istəmişəm, qəbul eləməyib. 8 noyabr Zəfər günü Sumqayıt şəhər Şəhidlər Xiyabanının qabağında qarşısına çıxmışam. Çağırıb yanına, problemimi demişəm, yenə də maraqlanmayıb. Belə mənə ziyan vurublar. Samir adlı şəxs idi, icra hakimiyyəti, bir də ki memarlığın işçiləri ilə videoda da var. 3 maşının yanında durub orada, görsəniz elə. Elə birinci özü əl atdı, bir qabları tökdü yerə, elə götürdü, belə tulladı yerə. Ondan sonra başladılar dağıtmağa.